Bir dənə gözəl hədis deyim, gözəl hədisdir. Hədisə qulaq asın, xahiş edirəm. Hədis buyurur ki, möminlər cənnətə gedəndə cənnətin qapısının ağzında bir bulaq var. Bulaqlar bizim gördüyümüz bulaqdan deyil. Orada hər şeyin həm maddi, həm mənəvi mənası var cənnətdə. Qulaq asın. Buyurur ki, möminlər cənnətə gedəndə cənnətin qapısının ağzında bir bulaq qaynayır. Möminlərə deyərlər ki, cənnətə girməmiş, gedin bu bulaqdan için, sonra gedin cənnətə. Sonra daxil olun. Niyə? Niyə? Qulaq asın. Ona görə ki, deyir ki, sənin qəlbində bir zərrə həsəd qalıb. Hələ. Bu qədər işdən sonra. Həsəd qalıb. Ged ondan iç, o bulaq, o həsədin son damcısını sənin ürəyindən çıxartsın. Paklanıb cənnətə daxil ol. Məsələ bu həddədir. Danışdığımız məsələ, bəli. Məsələ bu həddədir. Biz buyuq, bax biz insanlar. Cənnətə də özümüzlə çirkəb aparırıq. Yaxşılarımız deyə bu möminlərdir, cənnətliklər. Cənnətə də özümüzlə çirkəb aparırıq. Bu su səni paklamaq üçündür. Sən gör necə gizlətmisən ki özündən. Hələ bu möminlərdir. Bir zərrəsi qalıb cənnətəcən gedirsən, oradan da aparmaq istəyirsən. Bu çirkəb səndən cənnətə girmək istəyir. Ki cənnətdə də dava salasan. Bu həsəd ürəkdə varsa getsin orada dava düşəcək. Orada aparırsan özündən. Daxilində olsa həsəd cənnətə girsin, orada da qeybət məclisi quracaqsan. Bu həsəd var, bax kiməsə qarşı. Gələk nəsə danışasan. Deyəcəksən cənnətdə filan kəsi gördün, neynədi? Biraz irəli gedirsən, dünyada da fərri adam döyürdü. Allah da gətirdi, fərri adam deyildi. Allah deyir ki, paklaş gir içəri, qeybət gətirmək istəsən cənnətimə. İnsan budur, bax. İnsan gör, hara qədər saxlaya bilir içində. Ona görə deyir ki, paklanın, təmizlənin ki, cənnətə daxil olanda hamı bir-birinə mehriban olacaq. Quran deyir, onlar bir-birindən gözəl sözlər eşidəcəklər. Hamısı bir-birinə deyəcəklər, qurban olum. Amma doğrudan, burada deyirik ki, darıxmışam sənin üçün, qurban olaram sənə, ürəyində deyir ki, mürdəşir hüzvü yusun. Heç görməsəm yaxşı idi səni. Burada belədir, orada isə elə deyil, orada isə elə deyil. Orada deyir, insanlar bir-birinə ürəkdən deyəcək qurban olum. Çünki təmizləniblər, bir-birinə qarşı ancaq sevgidir. Allah sevgisi onları birləşdirir. Cənnətəcən qalırsa, görün nə qədər işimiz var dünyada. Mən bunu demək istəyirdim. Görün nə qədər işimiz var. Eyb aparmayaq qəbrə. Bu zərrə həsəd idi, bulaqla təmizlənir. Çox aparanda o tərəfə əzabla təmizlənir. Təmizdə ki, əzab qalmasın, apardıqca dərdi artırırsan axirət evində, əzabla təmizlənir. Ona görə İmam Sadiq əleyhissalam buyurur ki, möminin işi belədir. Eyblə mübarizə aparır. Aradan aparır, təzəsi çıxır. Təzədən aradan aparır, təzəsi çıxır. Deyirlər, bu nə qədər? Deyir, cənnətə gedənəcən davam edir. Cənnətə daxil oldu, qutardı. Eyblə bizim vida anımız cənnətin qapısıdır. Orada vidalaşırıq.